dost olsa da yenə bu mümkün deyil. Məsələ nədir? Mən İlham Əliyev hakimiyyətinin, yəni orada oturan adamların nə qədər çirkli, nə qədər çirkəyə batdığı olduqlarını bilirəm, xəbərim var. Söz buraxdılar ki, 310 minə güya Gültəkin Hacıbəyli Türkiyədə ev alıb, oranın vətəndaşlığını qazanmaq üçün. Və söhbət də burada gedir ki, Gültəkin Hacıbəyli kiraya qaldığı, oğlu ilə kiraya qaldığı bir yerdə. Yəni görün, bunlar bizi, dostlar, mən bunu niyə göstərirəm? Mən ona görə göstərirəm ki, görün, bu şərəfsiz hakimiyyət elə bilir ki, biz də sizinlə bir yerdə, biz də onlar kimi şərəfsizik. Bizə günün gün orta çağı bizi qoyun yerinə qoyub gör bizə nəyi sırayırlar. Birincisi. İkincisi də gəlin belə götürək. Eləyib, lap əcəb eləyib, 500, 310 minlik yox, ya 50 milyonluq alıb. Ha, nə olsun? Səni kimi xalqın malını talayıb almayıb ki. Yəni, Gültəkin Hacıbəyli nə eləyibsə, yəni ona da kimsə eləyibsə, onun zəhmətinin müqabilində eləyib. Lap deyək, o Azərbaycan xalqını satıb, nə tərz sata bilər Gültəkin Hacıbəyli Azərbaycan xalqını? Gəlin mənə, bax, gəlin biz bir yerdə oturaq, qardaşlar. Yəni, biz bilirsiniz, buna enində, sonunda buna biz nöqtə qoymalıyıq, dostlar. Biz o, yəni Ramiz Rövşənin sözü olmasın, qoyun olmuyor, qoyun olmaq çətin şeydir, əziz qardaşlarım.